Salam. Bugün sizinle beraber səbət naxışını toxuyuruq. Zəncir çəkib sütun ilməsi toxumuşam. Zəncir çəkib keçirik növbəti sıraya. Növbəti sıramızda isə 4 ədəd ömr relyef toxuyacağıq. Sensiz yollarda kalıp gözlerim intizardan gel Ahdi unutma görüş yeri tek bir baharda gel Sensiz yollarda kalıp gözlerim 4 ədəd ömr relyefimizi toxuduq. İndi isə keçirik arxaya. Arxadan da 4 ədəd arxa relyef toxuyuruq. Dört ədəd arxa relyefi bitirdikdən sonra 4 ədəd yine öndən relyef toxuyuruq. Sıra sonuna gəldik və keçirik 3-cü sıra, yəni arxa hissəyə. Arxa hissədə öndən görünənləri öndən, arxadan görünənləri arxadan toxuyuruq. Bu qayda ilə sıra sonuna qədər davam edirik. Yorgun deniz tek nurlu gündüz tek ince duygumsan ya gel Benim hayatım benim ümidim şirin yuhumsan ya gel Yorgun deniz tek nurlu gündüz tek ince duygumsan yar gel Benim hayatım İndi isə keçirik ön hissəyə. Ön hissədə öndən görünənləri arxadan toxuyacaq. Yəni arxa relyef toxuyuruq. Arxadan görünənləri isə öndən toxuyuruq. Eşkinde görmüşəm saadətimi Məndən dönsən əgər ayım güneşim Yəni bu sırada yerini dəyişirik. Öndən görünənləri arxadan, arxadan görünənləri isə öndən toxuyuruq. Və səbət toxunma növümüz hazırdır. Adyallarda və tabaqlarda istifadə edə bilərik. Vaxtınızı ayırdığınız üçün təşəkkür.